Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə tortların çəkislərinin üzərinə bəzəmək üçün çox dadlı parlaq glazur reseptini bölüşürəm. Qazana bir dolu xörək qaşığı nişasta, 2 xörək qaşığı kakao, yarım stəkan şəkər tozu əlavə edib quru ərzaqları qarışdırıram. Üzərinə 2 stəkan süd əlavə edib qarışdırıb ocağın üzərinə yerləşdirirəm. Kütlə qaynamağa başladıqda üzərinə 1 xörək qaşığı damla şokolad əlavə edib qarışdırıram. Daha sonra üzərinə 1 paket vanil, 30 qram kərə yağı əlavə edib kərə yağı tam həll olana qədər qarışdırıram. Ocağın altını söndürüb soyuması üçün başqa bir qaba əlavə edirəm. Əgər sizdə glazur biraz qatı alınarsa, üzərinə biraz süd əlavə edə bilərsiniz. Glazur hazırdır. Tortların kekislərinin üzərinə bəzəmək üçün çox dadlı glazur reseptidir. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.